Salam əziz və dəyərli şagirdlərimiz, müəllimlərimiz və bütün Çağdaş izləyicilərimiz. Çağdaş təhsil olaraq hər birinizi Azərbaycanın çox gözəl rayonlarından, çox qonaqpərvər, səfalı yerlərindən biri olan Lənkəran rayonunun Havzana kəndindən salamlayırıq. Sizlərə bugün Lənkəran rayon Havzana kəndin qabaqcıl, nümunəvi, təqaüddə olan, sevilən, seçilən müəllim və müəllimələrindən birini təqdim eləmək istəyirik. Çox gözəl bir, xoş bir haldır ki, həm həyat yoldaşıdırlar, həm də ikisi də eyni evdən müəllimdirlər. Müəllim, adınız, soyadınız necədir? Şabanov Bağlan Məmmədoğlu. Çox gözəl. Müəllim, neçə yaşınız var indi? İndi hal-hazırda neçə yaşınız var? 84'ü qurtarıram. Ay maşallah, yubileyə gəlmişik. Allah sizlərə ömür versin. Neçə il fəaliyyət göstərmişsiniz? Hansı məktəblərdə, hansı fənni tədris eləmişsiniz? Mən Havzala orta məktəbində tutmuş, Kirov Qasaba orta məktəbə qədər 2 məktəbdə coğrafiya müəllimi işləmişəm. 2 məktəbdə, eyni zamanda 2 məktəbdə fəaliyyət göstərmişsiniz. Bəli. Coğrafiya fənnini tədris eləmişsiniz. Bəs nə üçün bu qədər fənlərin içindən coğrafiya fənnini seçdiniz? Həvəsim belə oldu. Çox gözəl. Dünyanı qarış-qarış tanıtmışsınız şagirdlərə. Fəth etmək, öyrənmək. Öyrənmək və öyrətmək. Çox gözəl. Öyrənmək və öyrətmək. Bəs bu neçə 43 illik fəaliyyətinizdə, 40 ildən çoxdur da fəaliyyətiniz, bəli, 43 illik fəaliyyətinizdə uğurlu yetirmələrinizdən sizin yolu davam edən şagirdlərdən olub? Bəli. Mən indi adları çəksəm, Adlarını seçməyə ehtiyac yoxdur. bir neçə belə çox. mən ixtisasıma uyğun olaraq mən şairlərdən coğrafiya təhsili alıb indi bu dəqiqədə məktəblərdə işləyirlər. Çox gözəl. Biz eşitmişik, bilirik ki, siz çox gözəl müəllim olmaqla yanaşı, çox gözəl ata, çox gözəl baba və çox gözəl həyat yoldaşı olmusunuz. Neçə övladınız var, neçə nəvəniz var? Mənim 6 övladım var. Nəvə 13 nəvəniz var. 13, nəticə isə 8. 8, 9 8. Ay maşallah. Allah sizlərə ömür versin. Biz Çağdaş Təhsil komandası olaraq sizlərə onu arzu edirik ki, 10 il, 15 il, 20 il sonra bizim bu tarixə düşən çəkilişlərimizə nəvə nəticələrinizlə bərabər baxasınız. Çox sağ olun. Bəs deyin görün, 15 il, 20 il, 30 il sonra sizə baxacaq olan nəvə nəticələrinizə və gələcək nəslə tövsiyələriniz və ürək sözləriniz nə olardı? Mən tövsiyəm nəvə nəticələri ola bilər ki, onlar bizim kimi, yəni babaları kimi, onlar da gələcəkdə ziyalı olsunlar, oxusunlar, dünya görüşü olsunlar, oxusunlar və heç vaxt da yeridə qalmasınlar. Qoy başları uca olsun. Çox gözəl. Amin inşallah. Evet. Anam, sizin adınız, soyadınız nədir? Şabanova Aliyə. Sizin neçə yaşınız var? Mənim 77 yaşım olar. İndi yox idi. Ay maşallah. Çəkilişdən sonra bu cavan qalmağın sirrini mənə də öyrədərsiniz. Siz neçə il fəaliyyət göstərmişsiniz? Hansı fənləri tədris eləmişsiniz? Mən 68-ci ildə Lənkəran Pedaqoji Texnikumunu qurtarmışam. Həmin ildə də Ostara rayonundan bu kəndə gəlin gəlmişəm. 46 il mən Havzada kənd, əvvəl ibtidai, sonra 8 illik, sonra tam orta məktəb kimi fəaliyyət göstərən məktəbdə sinif müəlliməsi işləmişəm. Yoxsa şagirdlərim olub, instituta girənlər olub, yoxsa... Çox gözəl. Hansı ki, müəllimlik peşəsinin ən çətini olan sinif müəllimi. İlk qələm tutmağı, ana-ata sözünü yazmağı, vətən sözünü yazmağı və təhsili, müəllimliyi, fənləri və vətəni sevdirən. Yəni, şagirdlərin gələcəkdə təhsilə olan sevgisini ilk sinif müəllimi yaradır. Bəli, ən çətin, ən məsuliyyətli iş sinif müəllimi işləməkdir. Bəli. Bəs niyə görə bu qədər fənlərin içindən siz sinif müəllimi olmağı seçdiniz? O vaxtı qazlar biraz az oxuyurdu, 68-ci ildə. Mənim atam da o vaxtı demirəm kasıb kimi, yəni yaşlı bir ata kimi, mənim savadlı qaz idim. O vaxtının savadlı qazı idim təhsil olmaqda. Məni oxutdurma istəmədi. Nəysə, mən güclə Lənkəran Ostaradan Lənkəran Pedaqoji Məktəbinə gəldim. Orada təhsilimi artırdım. Bəs nə üçün sinif müəllimliyini seçdiniz? Onda ancaq sinif müəllimliyi idi orada. Sinif müəllimliyi var idi.
texnikum var idi, universitet Hə, yox idi. aydındır. Bəs deyin görüm siz müəllim necə həyat yoldaşı olub? Müəllim əla. Necə ata olub? Yaxşı ata olub. 46 il mən işləmişəmsə, indi 77 yaşım var. Hardasa 50 neçə ildir, 56 ildir biz bir yerdə yaşayırıq. 56 il. Bir yerdə həyat qurmuşuq, Ay maşallah. yaşayırıq. İnşallah 56 olsun, 66, 76, Allah 86 bilən yubileylərə gələk. Allah bilən məsləhətdir. Biz bir yerdə, yəni bu evdə əziyyətimiz bir olub, çörəyimiz bir olub, tabağımız bir olub, bir işləmişik. Aha. Hə. Hər şey bir yerdə işləmişik, bir yerdə qazanmışıq, bir yerdə də onu xərcləmişik. Çox gözəl. Uşaqlarımızı oxutdurmuşuq, gəlin köçürtmüşük, gəlin gətirmişəm, nəvələri yerbəyir eləmişik. Biz də sizə Çağdaş Təhsil komandası olaraq arzu edirik ki, 10 il, 15 il, 20 il sonra nəvə nəticə kötücələrinizlə bir yerdə elə birlikdə baxasınız bizim bu kadrlara. Allah bilən məsləhət üçün bunu, onu Allah bilər. Biz sizə Çağdaş Təhsil komandası olaraq öz dərin təşəkkürümüzü bildiririk. Xoş xatirələrinizi, xoş anlarınızı bizlərlə bölüşüb paylaşdığınız üçün minnətdarıq. Təşəkkür edirəm, çox sağ olun. Siz də çox sağ olun. Çağdaş Təhsil Mərkəzi biraz da hörmətli olsun, ucalsın, çəkilişləriniz çox olsun. Hər yerdə, hər saatda, hər Sizin də hörmətiniz hörmətiniz bol olsun, kim ola. Çox sağ olun, sizlərlə Bahəm, sağ olun.